cümlələrdən birində bir sözü saydır. Deməli, bir sözünün say olduğunu bilmək üçün demişdim onu 2 ilə, 5 ilə, ta ki 10 ilə, 4 ilə, yəni müxtəlif saylarla əvəz edin ki, biz onun say olduğunu bilək. Məsələn, birlik qurmaq üçün müşavirə keçirdik. Burada birlik ümumiyyətlə nədir? İsim. İsim. Əlimdə bircə kitab qalıb. Əlimdə 2 kitab qalıb. 3 kitab qalıb. Deyə bilirik yoldaşlar. Deməli, burada bu saydır. Ca da nədir yoldaşlar? Qüvvətlendirici ədəd. Variantımız olacaq B variantı. Bir dayan görək səbr ilə. Bir burada, 2 dayan görək, 3 dayan görək demiriksə, deməli, bir burada olacaq ədəd. Bir sənə inanıram, yalnız sənə inanıram. Burada məhdudlaşdırıcı ədəddir. Biri mənə məsələnin nə yerdə olduğunu desin. Əgər biz biri sözünü kimsə ilə əvəz eləyiriksə, deməli, buna deyəcəyik əvəzlik. Y variantında da olacaq əvəzlik. Deməli, variantımız nədir? B variantı. Bildik. Gəldik 2-yə baxırıq. Nə istəyir bizdən? Düzəltmə sayla başlayan cümlə hansıdır? Xeyli sadə saydır. Çoxu deyən azdan da qalar. Çox sadə saydır. Neçənci burada var ki, sizi çaşdırsın ki, say kimi başa düşəsiniz. Neçənci sual əvəzidir. Sadəcə sayın sualıdır. Amma özü say deyil axı. Burada neçə sual əvəzidir. Neçənci də ki, düzəltmə sual əvəzidir. Yəni, nəticədə düzəltmə əvəzi ilə başlayıb. Birincilərin sevincinin nə qədər olduğu sözlə ifadə edilə bilməz. Bir saydı, inci də leksik şəkilçidir. Yəni, D variantı düzəltmə saydı. Çox danışmaq, çox bilmək sayılmaz. Burada çoxdan sonra fe'l gəldiyi üçün ümumiyyətlə zərfdir. Bu səbəbdən də variantımız olur D variantı. 3-ə baxırıq. Saya aid olan fikirlərdən biri doğru deyil. Yuvarlaq saylar hansılar idi? 100, 1000, milyon, düzü yoldaşlar. Yuvarlaq müəyyən miqdar saylarına larla şəkilsini artıranda yüzlərlə, minlərlə, milyonlarla bu şəkildə. Qeyri-müəyyən miqdar sayları yaratmaq olar, düzdür. Qeyri-müəyyən miqdar sayları nə qədər sualına cavab verir, düzdür. Təqribi miqdar saylarına neçə sualını vermək olar, düzdür. Düzəltmə saylar əsasən saydan düzəlir, düzdür. Saylar isimləşmədən ismi xəbər ola bilmir. Bu yanlış variantdır. Niyə? Siz bilirsiniz ki, saylarda, sifətlərdə, fiili sifətlərdə isimləşsə də, isimləşməsə də xəbər ola bilər. Məsələn, deyirsən ki, gələn birincilərdir. Gələn birincilərdir. Burada baxırsan ki, kimdir? Birincilərdir. Kim gələn? Baxırsan ki, burada isimləşir. İsimləşmiş saydır. Amma deyirsən ki, Əli birincidir. Burada hansı sual veririk yoldaşlar? Neçəncidir? Deməli, sizcə ikinci cümlədə say isimləşir? Xeyr. Deməli, başa düşdünüz ki, say isimləşmədən də isimləşmədən ismi xəbər ola bilmə fikri yanlışdır. Bu səbəblə variantımız olur Y variantı. 4-ə baxırıq. Düzəltmə say işlənmiş cümlə hansıdır? Onlarla çox danışa bilmədik. Burada başa düşürsünüz ki, onlarla nədir? Əvəzlik. Demişəm dəfələrlə, yer dəyişimi ilə. Dəfələrlə demişəm, zərfdir. Neçənci siniflərlə işlədiyini bilirsən? Nədir bu? Sual əvəzidir. Xeyli çətinliyimiz oldu. Xeyli nədir? Sadə say. Onlarla insan sənin yolunu gözləyir. Nə deyirik burada? Nə qədər insan onlarla? Deməli, başa düşürsən ki, 10 olur sənin sayın, larla ilə də düzəltdik, düzəltmə say. Deməli, variantımız olacaq Y variantı. 5-ə baxırıq. Nöqtələrin yerinə sayın müxtəlif məna növü. Ümumiyyətlə, sayın neçə məna növü var? 2. Hansıdır? Müəyyən sıra. Yox. Miqdar sıra. Miqdar sıra. Siz bilirsiniz ki, sayın 2 məna növü var. Miqdar
bir də sıra. Sənə demək istəyir ki, müxtəlif məna növlərinə aid nümunə. Yəni birin bundan yaz, tutaq ki, birin bundan. Denən ki, xeyli məqalə bugün dərc olundu. Tutaq ki, miqdarın qeyri-müəyyəni yazdım. Bir də sıradan yazginən ki, birinci məqalə bugün dərc olundu. Düzdür? Bu şəkildə götürdünüz. İndi səndən nə istəyir? Doğru fikir. Deyir ki, eyni suala cavab verir. Sizcə xeyli hansı ola cavab verdi? Nə qədər? Bəs birinci hansı? Birinci hansı? Neçənci də ola bilər? Eyni suala cavab verdi sizcə? Xeyr. Eyni cümlə üzü oldu. Bəli, istəyir burada müəyyən işlət, istəyir qeyri-müəyyən işlət, istəyir sən burada sıra işlət, yenə də təyindir. Bəli. Söz birləşməsinin aslı tərəfi. Xeyli birinci məqalə bilirsiniz ki, birinci növ təyini söz birləşməsidir. Birinci tərəfi də nədir yoldaşlar? Aslı tərəfdir. Müxtəlif cümlə üzləri ola bilər. Yanlışdır. Quruluşça müxtəlif ola bilər. Xeyli nədir quruluşça? Sadə. Xeyli sadə. Bəs birinci? Düzəltmə. Düzəltmə. Bəli, istəyirsən 11-ci də yaza bilərsən, mürəkkəb də yaza bilərsən. Quruluşça müxtəlif ola bilər, düzdür. Deməli, variantımız olacaq 2, 3, 5. Yəni A variantı. 6-ya baxırıq. Hansı nümunədə say ilə isim arasında kəmiyyət fərqi yaradan numerativ söz işlənmişdir? Kəmiyyət fərqi yaratmaq nə deməkdir ümumiyyətlə? Bəli, yəni miqdarını dəqiq bilmirsən də. Məsələn, demişdi, nə olar orada? Bir cüt corab, bir dəst kostyum, bir dəstə çiçək, sonra bir qucaq odun, doğrudur. Burada bilirsən ki, konkret 12 nəfərdir. Bilirik ki, 5 ədəd qələmdir. Çoban qarşısına 100 baş qoyun, bircə nəfər qalıb. Deməli, amma siz burada baxırsınız ki, Kərimin otağında bir qucaq kitab var. Nə qədər kitabdır o? Dəqiq bilinir. Xeyr. Deməli, kəmiyyət fərqi götürürük. B variantını. Deməli, baxırıq 7-yə. Hansı nümunədə qeyri-müəyyən miqdar sayı xəbər vəzifəsindədir? Çoxları bu məsələdən xəbərsizdir. Necədir xəbərsizdir? Sizcə xəbər nə ifadə olunub? Sifətlə. Bizləri də azdırır bəzən nəfsimiz. Bəzən nəfsimiz bizləri də azdırır. Nəyidir? Nəyə ifadə olunub? Fiillə. Az mıdır öz dərdim? Sən də bir yandan dərd verirsən. Burada öz dərdim az mıdır? İnversiya olub. Başa düşdük, bu burada olmalıdır. Öz dərdim az mıdır? Az burada qeyri-müəyyən miqdar saydı. M ədatdır. Deməli, xəbərimiz ifadə olunacaq burada qeyri-müəyyən miqdar sayı ilə. Dərd verirsən də frazoloji birləşmə ilə. Gəldik. D variantı. Aza qane olmasan, çoxa da sahib olmadığın sual altına olar. Nədən ifadə olunub yoldaşlar? Fiillə. Çoxdandır ki, bu məsələ ilə maraqlanmıram. Nə etmirəm, maraqlanmıram. Fiil. Çoxdandır, nə zamandır isə. Nəticədə bizdən say istədiyi üçün nə götürdük? C variantı. Sadəcə olaraq inversiya olub. Söz sırası qəsdən pozulub ki, sizi çaşdırsın və nəticədə özün düzəldirsən ki, öz dərdim az mıdır? Yəni, digərinə dərd verirsən, baxmırıq. Birinci tərəfdən tapa bilərsiniz. İndi sizdən soruşur. Hansı nümunədə say ismə aid olan bütün qrammatik şəkilçilərlə işlənmişdir? İsmə aid olan qrammatik şəkilçilər deyin. Bəli. Cəm, mənsubiyyət, hal və şəxs xəbərlik. Düzdürmü? İndi siz elə bir say tapmalısınız ki, bunların hamısı onun üstündə olsun. Deyək ki, 10-cuların sevincinin səbəbini anlamaq olurdu. Burada yalnız cəm və yəlik hal var. Yəni, bu səbəbdən götürmədiniz. O da bizim məktəbin 11-cilərindəndir. 11-cilərdə lar, cəm, mənsubiyyət, hal və şəxs xəbərlik. Nəticədə variantım B-dir. Birinciliyimizdə başa düşdük ki, burada mənsubiyyətdir, bu isə haldır.
Bizdə çoxları bu barədə lar cəmdir. Uşaqların çoxları bu barədə müzakirə aparmışdır. Mənsubiyyətdir. Yəqin onun sıxıntıları getdikcə çoxalmaq nədir bəs? Fiil. Bu səbəbdən də götürdünüz variant B. Gəldiniz 9. Siz bilirsiniz ki, vasitəsiz tamamlıq bölünür 2 ilə. Müəyyənlik bildirən vasitəsiz tamamlıq, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq. Müəyyənlik bildirən vasitəsiz tamamlığın sualları kimi, nəyi, haranı, qeyri-müəyyənlik bildirdiyimiz isə nə? Bəli. İndi baxırıq. İsimləşmiş say vasitəsiz tamamlıq olsun. Bizdə çoxu bu barədə müzakirə aparmışdır. Kim? Çoxu. Baxırıq ki, burada hansı funksiyadadır? Mübtədadır. Birincilərə söz verildi. Söz verildi. Kimə? Birincilərə. Başa düşdük ki, bu vasitəli tamamlıqdır. Bəzilərini layiqincə qiymətləndirə bilməmişik. Burada görün say varmı? Baxırıq, o yenə də hamıdan birinci gəldi. Baxırıq ki, yoldaşlar, gəldi kim o? Nə tərzdə gəlib? Birinci gəlib, düzdürmü? Nə tərzdə gəlib? Gəldi kim o? Necə gəlib? Nə cür gəlib? Hamıdan birinci. Qeyri-təyini söz birləşməsinin içərisindədir əslində. Çoxa qane ol ki, azı da əldə edə biləsən. Qane ol. Nəyə? Çoxa, vasitəli amma, digər tərəfə bax. Əldə edə biləsən. Nəyi? Azı. Nəyi? Azı. Nə hesab olunur bu? Vasitəsiz tamamlıq. Bəli. Variantımız oldu Y variantı. Gəlirik də ona baxırıq. Hansı nümunədə say təyin vəzifəsindədir? 5-ci sinifdə oxuyan Adil anasını görüncə sevinməyə başlayıb. Sevinməyə başlayıb. Kim Adil? Hansı Adil? 5-ci sinifdə oxuyan. Axı bu feili sifət tərkibinin tərkibindədir. Parçalayıb xüsusi onu təyin edə bilmirsən. Feili sifət tərkibinin aslı tərəfindədir. Bir yerdə təyindir. Müstəqil təyin deyil. B variantına baxırıq. Çox adam çağırmayan Həmidin çox güman ki, başqa bir planı var. Vardır nə? Həmidin planı. Həmidin planı. Üçüncü növ təyin söz birləşməsində ifadə olan mübtədası hansı Həmidin? Çox adam çağırmayan. Yenə bayaqkı situasiya. Yenə nə olur? Fiili sifət tərkibidir. Nəhayət 10 adam sözü bir yerə qoyub şahın qəbuluna yollandı. Sözü bir yerə qoyub. Nəhayət 10 adam sözü bir yerə qoyub şahın qəbuluna yollandı. Yollandı haraya? Şahın qəbuluna. Kim? Adam. Nə qədər adam yollanıb? 10 adam. Oldu təyin. Nə tərzdə? Sözü bir yerə qoyub. Deməli 10 burada olacaq təyin. Onun hələ arzuları az deyil. Az deyil. Nə? Onun arzuları. Burada xəbərdir. Bu sıxıntıları aradan qaldırmaq üçün, yox. Bu sıxıntıları aradan qaldırmaq ona çox çətin görünürdü. Görünürdü xəbər. Çətin burada zərfli. Çox da sadəcə olaraq burada nədir? Ədat. Deməli, variantımız nə oldu? C variantı. Bildik. 11'ə baxırıq. Bizdən nə soruşur? Düzəltmə say. Onlar rəisdən əmr aldıqdan dərhal sonra 16-cı nə götürürük? Mürəkkəb say. Bugün məktəbimizdə hamıdan çox sevinən nə istəyir? Quruluşu düzəltmə. Birdən birinci düzəltmə saydı. Xeyli meyvə topladıqdan sonra geri qayıtdı. Xeyli sadədir. Bir qədər də irəli gedəndə yolun təhlükəli olduğunu hiss etdilər. Bir qədər irəli gedəndə. Nə qədər irəli gediblər bunlar? Bir qədər irəli gedəndə. Bir qədər gedəndə, irəli gedəndə. Götürdünüz, miqdar zərfidir. Yatmaqdan doymayan tənbəl qızcığaz neçənci palataya köçülüb? Neçənci də bayaqdan işarə demişik nədir? Sual əvəzliyi. Deməli, götürdünüz variant B. Məncə bu test asan idi. Bəzi yoldaşlarımız səhv yazıblar bunu. Saylardan biri məntiqi cəhddən digərlərindən fərqlənir.
Başa düşürük ki bizə nə istəyir? Amonim saylar. Bir amonimdir. Bir sənə inanıram ədat. Bir kitabım var. Say. Qoyunu qırxmaq fil. 40 şagird say. 1000. 1000 əşya say. Atı 1000 fil. 50. 50 bir var. 50 say. Bir də var çevik sözü. Çevik 50. İndi ama 100 sözün amonimi var. Xeyr olmuşdur. Siz bilirsiniz ki bundan başka hansı amonimlerimiz de var? Az, çox, 80. Bildiniz bunu? Neye başa düşmediyse tekrar soruşun ama. Geldi yine 13. Biri morfoloji yolla yaranmamıştır. Siz bilirsiniz ki morfoloji yol hansı yoldur ümumiyyətlə? Şəkilçilər. Bəs sintaktik yol hansı yoldur? Sözlərdir. Başa düşürük ki morfoloji üsula yaranmamışdır. Qoskoca mıpırısına yaranıb. Qupquru da həmçinin, ağappaq da həmçinin, yaxşıraq da həmçinin. Amma zil qara çoxaltma dərəcəsi hansı üsuldur? Sintaktik üsul. Oldu variantımız Y. Gəldi 14. Biri çoxaltma dərəcəsində deyil deyirsə, baxırıq burada da deməli, dümağ çoxaltmadır, sintaktik üsul. Xırdaca çoxaltmadır, bəziləriniz xırdaca götürüb, xırdanı daha çox eləyib, ca ədatı ilə çoxaltma olur. Sonra tərtəmiz morfoloji üsul, xırdaca morfoloji üsul çoxaltma, lap qırmızı sintaktik üsul çoxaltma, ay yoldaşlar. Siz bilirsiniz ki, az və çox sayları da, ay sağ ol, sayları da ədatlarla işlənir. Və biz bu məqamda bunu qarışdırmırıq sifətlərlə. İşlənir. Nəticədə çox say və yaxud da çox zərf olsun, ən çox danışırdı, ən çox arzu. Ən nədir burada? Ədat. Bu da yerinə görə ya saydı ya da zərfdir. Bu səbəbdən variantı olur Y variantı. 15. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənməmişdir deyirsə, sizin bağın meyvələri olduqca şirin idi. Olduqca şirin nədir yoldaşlar? Çoxaltma dərəcəsi. Kamil şəhərdə dost doğma əmisi. Yenə çoxaltma dərəcəsi. Onun hər işi belə alayarımçıq idi. Bizə nə soruşur? İşlənməyib. Alayarımçıq nədir? Sintaktik yolla yaranan azaltmadır. Variantımız C. Şəhərdəki qonaqlar daha çətin yol. Daha çətin yol. Başa düşdük ki, çoxaltma dərəcəsidir. Xırdaca da ki, burada da var xırdadan. Xırdaca. Ca nədir burada? Ədatdır. Morfoloji üsul yaradıb və nəticədə çoxaltma dərəcəsi. Demək variantımız nə oldu? C variantı. 16. Azaltma dərəcəsində olan sifət işlənmişdir deyirsə, bu dəfə bişirdiyi yemək də yaxşı bişməmişdi. Alaçı idi. Alaçı nədir? Azaltma dərəcəsi. Bəli, azaltma dərəcəsidir. Demək, variantımız artıq olacaq A variantı. Ananın dümağ saçları, dümağ çoxaltma. Cəmil ən böyük oğlu nə olacaq? Çoxaltma. Nuray bugün olduqca gözəl. O ən çətin sualların çoxaltma. Başa düşdük bunda. Oldu variantımız A variantı. Deməli. Gəldi 17-yə baxın. Hansı cümlədə ismin xüsusiyyətlərini qəbul etmiş sifət cümlənin tamamlığıdır? İsmin xüsusiyyətlərini qəbul etmiş sifət nə demək istəyir? İsimləşmiş sifət. Nə olsun? Tamamlıq olsun. Cavanları bir araya toplayanda artıq gec idi. Gec idi. Nə zaman? Cavanları bir araya toplayanda. Bayaqkı söhbət. Fiili bağlama tərkibinin aslı tərəfindədir. Buraya çıxış edənləri, burada çıxış edənləri görə bilmirdim. A plus bilmən mürəkkəb fiil,
Görə bilmirdim kimi burada çıxış edənlər. Yenə nə? Fiili, sifət, tərkibi. Həyətdəki uşaqlardan yalnız biri anasının yanına gəldi. Gəldi. Kim? Uşaqların biri. Hansı uşaqların? Həyətdəki. Burada da gördüyünüz kimi təyindir. Köhnə məndə qalsın, təzəsini özün götür. Sanki bu nə deməkdir? Demək istəyir ki, köhnə kitab məndə qalsın. Demişdim yanına isim əlavə edin. Təzə kitabı özün götür. Götür. Kim? Özün. Nəyi? Təzəsini. Qalsın kimdə? Məndə. Nə qalsın? Köhnə. Kitab olmuyor. Necə? Kitab. Kitabı mən özüm əlavə elədim ora ki, siz başa düşün ki, oradakı köhnə isimləşmiş sifətdir. Başa düşün? Yanından artıq onu ismini çəkəndə biz ona isimləşmiş deyəcəyik. Nəticədə götürdük təzəsini ki, Ramilə düşündüklərini həyata keçirə bilirdi. Həyata keçirə bilirdi kim Ramilə? Nəyi düşündüklərini? Bu ümumiyyətlə fiili sifətdir. Yəni sifət deyil. Ona görə variantımız olacaq D variantı. 18. Sifətin isimləşməsinə aid yanlış fikir. Sifət isimləşərkən təyin olmaq xüsusiyyətini itirəcək. Sifət ismə aid şəkilçi olmadan isimləşə bilməz. Deyir sifət şəkilçi qəbul etmədən isimləşə bilməz. İndi baxırıq. Deyirsən ki, məsələn, İgid ayağa qalxdı. Ayağa qalxdı. Kim? İgid. Bəyəm İgidin üzərində şəkilçi var? Xeyr. Amma bu nə deyir? Bilməz deyir. Deməli, səhv dediyi üçün variantımız olacaq B variantı. Hal şəkilçisi qəbul edə bilir. Düzdür, xəbər ola biləcək. İsimləşsə də, isimləşməsə də. İsimləşmiş sifətdən öncə işarə əvəzi ilə işlənə bilər. Bəli, bu İgidi tanıyıram. 19. Sifət və isim kimi düşünülə bilməz deyir. Baxın. Biri var qara. Məsələn, qara insan. Oldu nə? Sifət. Bir də var deyirsən ki, aşın qarası. Ləqəbçi olmaz ki. Xeyr, böyük hərflə yazılır, baxın. Aşın qarası bilirsiniz nə anlamdadır? Qalya anlamında. Bu zaman nə oldu? İsim. Biri var deyirsən ki, yad insanları torpaqdan qov, oğul. Yad insan, sifət. Biri var deyirsən ki, dərsləri oxuyuram, amma yadımda qalmır. Bu nə olacaq? İsim. Biri var deyirsən ki, dağlıq ərazi. Necə? Sifət. Bir də var deyirsən ki, evimizin yanı dağlıqdır. İsim. Biri var deyirsən ki, anam yaylıq paltarlarımı şkafa yerləşdirdi. Yəni yayda geyindiyim paltarları, yaylıq paltarlarımı. Başa düşdün nə demək istəyirəm? Bu oldu sifət. Bir var deyirsən ki, nənənin yaylığı çəhrayıdır. Məsələn. Bu zaman oldu isim. Amma quldar kimdir yoldaşlar? Qulun sahibi. Quldar kimdir? Qulun sahibi. Sanki maldar malın sahibi oldu maldar. Qulun sahibi de kimdir? Quldar. Başa düşdünüz? Quldar dövlət. Ay, çox qəşəng ismi sifətləşdirirsən. Bəyəm isim sifətləşəndə sizcə itirir funksiyasını? Sifət və yaxud da isim olmaqdan çıxır. İsim də sifətləşsə isimdir, sifət də isimləşsə sifətdir yenə də. Nəticə heç bir şey dəyişmir. Başa düşdün? Yun şalda yuna bəyəmsən sifət deyə bilərsən, xeyr. Və yaxud da ki, igidlər ayağa qalxdı da igidlərə biz isim deyə bilərik. Bu da onun kimi bir şey. O bir səhvədə demək, yoxsa necə? Gəldik 20-yə baxırıq. Diqqətli oluruq. Əvəziyə aid yanlış fikri göstərin. Sən səhvində. Əvəziyə aid yanlış fikri göstərin. Deməli, baxırıq. Şəxs əvəziləri ismi əvəz edir və şəxs anlayışı bildirir. Sizə demişdik ki, mən, sən, o, biz, siz, onlar nə əvəz edəcək? İsim əvəz edir və şəxs anlayışı bildirir. Rəsmiyyət və hörmət mənasını işlədilərkən siz əvəzi əsasən böyük hərflə yazılır. Bu da doğrudur.
Şəxs əvəzi xəbəri şəxsi qəbul edə bilir. Mənəm, sən, odur. Bizik, sizsiniz, onlardır. Sadəcə o necə demişdik? Müvafiq şəxs onluqları götürür demişdik. Sonra şəxs əvəzləri ismə aid olan halı başa düşürük. Cəmi də başa düşürük. Milyon dəfə demişik ki, şəxs əvəzləri mənsubiyyət qəbul etmir yoldaşlar. Bu səbəbdən variantın D. Öz əvəzi şəxslər üzrə mənsubiyyət şəxsi qəbul edərək substantivləşə bilir. Özüm gələcəm. Kim gələcək? Özün günahkarsan. Kim günahkardır? Özün. İsimləşə bilir. Variantımız oldu D variantı. 21'ə baxırıq. Qeyri-müəyyən əvəzi. Səndən qeyri-müəyyən əvəzi istəyir. Üstündə də mənsubiyyət plus hal. Hamının üzərində hansı keçi var? Yalnız hal. Bəzisi işin necə nəticələnəcəyindən xəbərsiz idi. Üzərində nəşə? Mənsubiyyət. Hansını gözləyirsən deyirsə? Aha. Hansını? Haldır. Amma ümumiyyətlə bu qeyri-müəyyən əvəzlik deyil də, sual əvəzliyidir. Hərəniz bir fikrə qulluq edirsiniz. Hərənizdəki nədir şəkilçi deyin görüm? Mənsubiyyət. Birini bizə verdikdən sonra yerdə qalanların hamısını özünə götürdü. Hamı qeyri-müəyyən, S mənsubiyyət, N-da hal. Yəni variantın olduğu Y variantı. 22'yə baxırıq. Deməli yoldaşlar, mən fəqirə əmr qılmışdı siyasət etməyə, saxlayan məzlumu zalimdən, o dəm qəffara bax. Deməli, mən burada nədir bilirsiniz? Şəxs əvəzi. Zalıma. Bax. Ta ki, burada o dəm, o zaman deyir ki, mən fəqirə əmr qılmışdı siyasət etməyə, saxlayan məzlumun zalimdən, o zaman qəffara bax. Yəni, o zalıma bax. O zamandır bu. O zaman. O dəm. Demirdik, o dəm bunu bilmirdim. O zaman bunu bilmirdim. Onda bunu bilmirdim. Zərfdir. Bir kən. O gün, məsələn. O gündəki o nədir? O gündəki o'ya siz əvəzi götürə bilirsiniz. O gün nədir yoldaşlar? Zərf. Şəşdir. Demək, yalnız şəxs. 23'ə baxırıq. Bu çox asan sualdır. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzi hansıdır? Demək, səndən soruşur ki, təyin əvəzliyi tap. Başa düşdün ki, bu işarədir. O adamın özündən soruşmaq lazımdır. İşarədir. Amma öz nədir burada? Təyinidir. Bəli, götürdü. Hansı işin öhdəsindən gələ bilmirdi ki, sual əvəzidir. Sən də onun qədər günahkarsan, şəxs əvəziləri. Ağlında nə varsa gizlətmə. Burada ağlında nə varsa onu gizlətmə. Nə də funksiyasını itirmiş sual əvəzidir. Gələcəkdə biz buna nə deyəcək? Bağlayıcı söz. Funksiyasını itirmiş sual əvəziyinə bağlayıcı söz. Tamamlıq budal cümləsidir. Ağlında nə varsa onu gizlətmə. Baxırıq 24'ə diqqətli oluruq. Deyir ki, təyin əvəzi. Siz mənə təyin əvəziləri sayın görün. Hər bütün öz eyni cümlə. Hər bütün filan öz eyni cümlə. Deyir ki, təyin əvəzi cümlənin xəbəri ola bilmir. Bu nədir yoldaşlar? Yanlış variantdır. Niyə yanlış variantdır? Danışan özüməm. Günahkar özünsən. Bildik. Deməli, A variantı yanlış variantdır. Şəxs əvəzi mənsubiyyətə görə dəyişmir. Sual əvəzi əvəzinin özünün əvəzidir. Bəzi əvəzliklər mənsubiyyət şəxsi qəbul etmədən hallanmır. Biz bura aid edirik. Test sayın görüm. Hansı əvəzliklərdir? Elə, belə, sonra bəzi, yaman surətdə saydınız. Bəzi, bir də hansı oldu? Öz, eyni. Sualı başa düşmədiniz. Bəzi əvəzliklər mənsubiyyət şəxsi qəbul etmədən hallanmayan sənin gördüyün kimi 5 dənə əvəzliyin var idi ki. Bunların üzərinə mənsubiyyət qəbul edəndən sonra hallanır. Amma özləri hallanmır. İşarə əvəzliyi cümlənin xəbəri ola bilir. Bu da doğrudur. Danışan odur.
25-ə baxırıq. Təyin əvəzi işlənməmişdir deyirsə, yenə təyin əvəzi bildin, hər bütün filan öz eyni cümlədir. Hər kəs onu öz yerində görə bilir, öz var. Burada onun bütün var. Hər bayramda hər var. Sonra həmişə bütün sual var. Amma hər kəs nədir? Onu da hər kəsi də burada bölərdiniz də. O bayaqı o dəm kimi. Hər kəsdə də hər bölmüsünüz yəqin ki. Hər kəsdən qeyməyədir. 26-ya baxaq. Mənə nə istəyir? Yanlış fikir müəyyən edin. Hər bütün əvəzlikləri hallanmır. Cümlədə əsasən təyin olur. Öz əvəzi bütün şəxslər üzrə mənsubiyyət şəkilsi qəbul edərək isimləşə bilir. Öz təyini əvəzi digər təyin əvəzliklərdə olduğu kimi özündən sonraki sözün mənsubiyyət şəkilsilə işlənməsini tələb edir. Demişdi ki, özündən sonraki sözün mənsubiyyət şəkilsilə işlənməsini tələb edən yalnız əvəzi hansıdır? Deməli, D variantı yanlışdır. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədən əvəzilər, təyin əvəzilər deyil, bu da düz. Demə variantımız D-dir. 27. Ey sözündən əmin özündən razı. Yalanı söylədin kimin adından? Əvəziyin növünü istəyir səndən. Öz nə əvəzi idi? Yalanı söylədin kimin adından? Kimin nədir? Götürdünüz təyini sual. Yəni C. 28-ə baxırıq. Bizə nə istəyir? Əvəzliklər haqqında yanlış fikri göstərin. Sənə halal olsun. Deməli, biz yanlışı tapacaq. Sənə halal olsun hər əməyimiz, yoxdur səndən özgə bir köməyimiz. Siz mənə deyin görüm hansıdır əvəzliklər? Şəxs, təyini. Yox, sən, hər, bir də sən, mən. Yəni şəxs və təyini. Qulaq asırıq. Deyirsən ki, birinci misrada ismi əvəz etmiş əvəzi işlənmişdir. Sənə üzərində yönlü kal şəklisi var, ismi əvəz edib. İkinci misradakı əvəzliklərdən biri sifəti əvəz etmişdir. Görün, ikinci misrada bir dənə sən üstündə də çıxışı xal var. Sifət əvəz edərsiniz ki, o nə əvəz edib? Burada özgə nədir? Özgə bizi şaşdırmasın. Sifət. Deməli, bu yanlışdır. Nümunədə iki şəxs əvəzliyi. Birinci misrada sən, ikinci misrada sən. Nümunədə əvəzlərin yalnız ikisi isim əvəz edib. Doğrudur. Birinci misradakı əvəzlərdən biri sifət əvəz etmişdir. Hər əməyimiz bu da doğrudur. Baxırıq 29-a. Kökü sifətlə amonim olan sözün işləndiyi cümləni göstərin uşaqlar. Cəmil də günü-gündən yaşlanırdı. Yaş ismindən yaşlanmaq. İndiki zaman D da nədir? İdi. Başa düşdünüz nə deyirəm? Bu hansı yaşdır sizcə? Bu yaşda, yəni bu yaş. Bu yaş. Başa düşdünüz? Yəni insanın yaşıdır. Nə olmur? Çünki Cəmil günü-gündən yaşlanırdı da. Yaş nədir yoldaşlar? Qulaq asırıq, gəlirəm ora. Yaş burada nitq hissəsi olaraq nədir? İsimdir. Nitq hissəsi olaraq isimdir. Amonimi nədir bu yaşın? İslam, yaş, sifət. Ay sağ ol. Amonimi nədir? Sifət. Niyə A deyil? Çünki yadlaşdırmağın kökü yad sifətidir. Sənə deyir ki, burada başqa şey olsun, gedib sifətlə amonim olsun. C variantında vurmaqdır, feildir ümumiyyətlə. D variantında kökəldiyini hiss edirdi. Kökəlməkdəki kök nədir? Sifət. Yəni sifətdir. Bu gedib isimlə amonim olacaq. Onun əhvalı körpəsini görüncə düzəldi. Davamında götürmüşkən də düzü də götürərdisə, deyərdiniz bir 2-3 variant var tezdə. Deməli, düz nədir? Özü sifətdir. Düz getsin tutaq ki, isimlə, feillə, ədasla amonim olsun. Başa düşdünüz? Yəni, burada yaş ismi, ki, insanın yaşı anlamındakı isim, nə ilə amonim olacaq? Olursa sifətlə. Gəldik 30-a baxırıq. İsmin xüsusiyyətlərini qəbul etmiş. İsmin xüsusiyyətini qəbul etmiş sifət nə deməkdir? İsimləşmiş sifət. İndi səndən isimləşmiş sifət istəyir. Çalışmayan heç var uğur əldə edə bilmir. Heç burada görən sifət var. Bu nədir? Feili sifətdir, isimləşir.
İnandığım bircə sənsən. Kim inandığım, fiili sifətli dığım. Bizim dadımıza çatan qaydaya yazmışam bu igiddir. Daha doğrusu bizim dadımıza çatan bu igiddir. Qaydaya da igid yazmışdıq səhv eləmirəmsə. Bəli. Dadımıza çatan kimdir? Bəli. Yəni məsələn, əgər sən onu tapa bilmirsənsə, gətir yerinə, deyən ki, bu oğlandır. Onda sənə çox aydın olacaq ki, bu burada işarə vəziyyədir. İgid də nədir yoldaşlar? Sifətli, sağlamım. Gəldi burada qaçanı qovmazlardan fiili sifətli, elə bir alçaq təpələr buyadı. Bu da nədir? Sifətli, amma hansı təpələri? Yəni isimləşmir. Belə yoldaşlar, ən yüksək yazan kimdir burada? Kərimli, Rafiq yazar, adımız qalsın. Yaxşı. Neçə yazmışıq? 28, 2 yazıb. Afərin. Belə yoldaşlar, sağ salamat.